Musa əleyhissalam deyir, mükaşifə aləmində Həzrət Adəm əleyhissalamı gördü, babamızı. Ki, onun elədiyi işə düşmüşük də gəlmişik dünyaya. Hərçənd ki, Həzrət Adəm deyirlər, təlimdə idi, o belə olmalıydı. Yəni, öyrədirdilər adama. Onun biraz fəlsəfi tərəfi var o məsələlərin. Elə deyək ki, bir bağdaydı, sırf məsələ bu qədər sadə deyildi. Amma mövzuya daxil olmaq istəmirəm. Deyir, soruşdu Həzrət Adəmdən ki, axı necə oldu şeytan səni aldatdı? Necə oldu? Həzrət Adəm dedi ki, elə and içdi ki, inandım. Yəni, elə and içməkləri də var. Adama doğrudan elə and içirlər, elə danışırlar ki, Quran buyurur Peyğəmbərə ki, onların danışdığı söz səni təəccübləndirir. Onlar sülhdən danışanda, insanlıqdan danışanda, ağızları köpüklənə, hamı təəccüblə baxır, Peyğəmbərə deyir, təəccüblənmə, bunların içində çirkab gizlənir. Quran da buyurur, bu hədisin Quranda da əsası var. Və qaseməhuma ənni ləkuma ləminən nasihin. And içdi ki, mən sizin xeyirxaxınızam. And içdi ki, mən sizin xeyrinizi istəyirəm. Andla Allahdır. Çox düzlükdən danışan adam var, oturur, durur, düzlükdən danışır. Bil ki, nəsə işi xarabdır. O çox ki, danışdı bir şeydən. Hamı danışarı bir həddə. Oturdu, durdu, indi bizim deyərsən, özün də danışdı. Mənim işimin adı da çıxım cümələri danışım. Amma elə hər məclisdə oturanda düzlükdən dəm vurasan filan, bu onu göstərir ki, insanda nəsə bir xarablıq var. Və dünyada hər cinayətdə əl olanlar hamıdan çox insan haqlarından danışır, humanizmdən danışır. Ən çox cinayətdə əl olan dövlətlər, dairələr. Baxın dünyaya, atom silahından istifadə edənlər bugün, məsələn, insan pərvərlikdən danışır. Bütün tarixin cinayətlərində hər yerdə əli var, hər yerdə iştirakı var, amma başqa dövlətlərə şərtlər qoyur, diktə eləyir. Azərbaycanda belə oldu, filan yerdə elə oldu, orada belə oldu. Bunların hamısı İmam Hüseyn əleyhissalam bir cərəyanın timsalında hamısını ifşa elədi. Hamısını ifşa elədi. Niqab giyinir şeytan. Şeytanın işi budur ki, niqab giyinir. İmam Hüseyn o niqabı çəkdi, çıxartdı və əsl simasını göstərdi. Xeyirxahlıq niqabındadır, yadda saxlayın. Batil həmişə xeyirxahlıq niqabındadır. O niqabı çəkdi, İmam Hüseyn çıxartdı.